Ağcabədi rayonunda ikilik qətl törədilib. Kənd sakinləri arasında yaranmış mübahisə əmioğlanların həyatı bahasına başa gəlib. Hadisə yerində çəkiliş qrupumuz olub. Hadisə rayonun Yuxarı Qiyamətdinli kəndində qeydə alınıb. Tərəflər hadisədən bir gün əvvəl kənddə keçirilən toy mərasiminin ziyar axşamı məclisində mübahisə ediblər. Həmin mübahisə səhəri gün davam etdirilib və qanlı hadisə baş verib. Kənd sakinləri 30 yaşlı Şaiq Mamedov və əmisi oğlu 37 yaşlı Həsən Mamedov qətlə yetirilib. O Büsəm oğluya deyib ki, orada mübahisəsi varmış. Çağırıb deyib ki, gəldiyi və gedişinə məşğul ol. Çağırıb söyüş edib ki, gəlməyən belə olsun. Doğru söhüşdürmüş cavan oğlandır da. Deyib və gedək görüb biz neyinlər. Gedib o şəhidlər abidəsinin yanında maşından düşən kimi onu vurub. Kəndin girəcəyini. Hə, kəndin ən əvvəl kəndə gələnə girəcəyində, hə. Düşən kimi onu vurub, o yıxılıb, bu da əyilib ki, onu götürsün. Arxadan bunu ürəyindən vurub. Mərhumun dayısıyam. Mərhum da atanın yeganə evladıdır. İki bacısı var, doğrularda ərə gedib. 15 ildir ailə qurmuşdu, evladı yox idi. Yaxınlarda ayın avqustun 15-nə evladı dünyaya gələcəkdi. 8 istəyirdi ki, evladım üçün nəsə bir şad yanalıq eləyək, o da bax belə elədilər. Qismət olmadı. Hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı Əli Niyaz Əliyev polis tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin 120.2.7 2 və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayətçi başlanılıb. Əməliyyat istintaq tədbirləri davam edir. Ömür yox, ömür cəza verirlər.